İlk növbədə Donald Trump'ın irəli sürdüyü sülh planı bu kapitulyasiya aktıdır. Çünki Ukraynaya pul və maliyyə müqabilində ərazilərin Rusiyaya birləşdirə getməsi göstərilir. Buna konstitusiya ilə, qanuni qüvvəyə qanunla seçilmiş Ukrayna prezidenti gedə bilməz. Çünki o, Ukraynanın ərazi bütövlüyünü və suverenliyinin simvoludur. Bunu Volodymyr Zelenski də qeyd etdi. 28 maddədən ibarət olan sülh planının reallaşdırılması təbii ki, bu Vladimir Putinlə Alyaskada keçirilən görüşlər razılıq indi dövrəyə buraxıldı və Volodymyr Zelenskiyə də təzyiq edilir. Və biz fikir versək, məhz korrupsiya qalmaqalından sonra bu gündəmə gəldi bu sülh planı. Məqsəd də Zelenskiyə təzyiq etmək bu məsələdir və həmin Donald Trump'ın planı Zelenskiyə qəbul etdirməkdir. Artıq Vladimir Putin planı qəbul edib. Elə Rusiyanın da məqsədi nə idi? Ukraynanın şərqi Donbası tamamilə ələ keçirmək, Ukraynanın ballistik raketlər və güclü ordusuna məhrub etmək, Rus dilini Ukraynada rəsmi dil səviyyəsinə çatdırmaq. Hamısı həmin sənəddə yer alıb. Tamamilə Rusiya istəkləri həmin sənəddə yer alıb. Sadəcə olaraq burada Ukraynaya yalnız güclü təhlükəsizlik təminatı da verilir, qeyd olunur, amma hansı dövlətin verəcəyi də orada yoxdur. Ona görə də bu plan konkret olaraq Rusiyanın planlı şəkildə həyata keçirdiyi strategiyasının rəsmi sənəd şəklində Ağ Ev tərəfindən qəbul edilir və bunu Kiyevə qəbul etdirilməsi sənədidir. Noyabrın 27-sinə kimi vaxtı var. Mən düşünürəm ki, Amerika ilə və Avropa tərəfdaşları ilə danışıqlara gedəcək. Avropa İttifaqı özü artıq sülh sənədi hazırlayır. Ukrayna tərəfi getməsə, əgər imza atmasa, Amerika Birləşmiş Ştatları Ukraynaya kəşfiyyat və hərbi yardımları dayandıra bilər. Əgər gedərsə, bu Volodymyr Zelenskinin siyasi fiyaskosudur. Hazırda Amerika Birləşmiş Ştatları planı Zelenskini hakimiyyətini uzaqlaşdırmalıdır. Hətta sənəddə də 100 gün göstərilir. 100 gündən sonra o prezident seçkiləri keçiriləcək. Prezident seçkiləri də nə deməkdir? Zelenskinin hakimiyyətinin uzaqlaşdırılmasıdır. Bir 10 gün vaxtı var Volodymyr Zelenskinin. Trumpla da gələn həftə danışıqlar aparacaq. Müəyyən maddələrdə dəyişikliklər oluna bilər. Amma konkret olaraq bir dövlətin ərazi bütövlüyü, suverenliyi pozulur. Bu beynəlxalq hüquqa ziddir. Bu Avropanın ümumi təhlükəsizliyini ciddi təhdid edir. Ona görə də Avropa İttifaqı ölkələrinin liderləri də Trumpla danışıqlar. Siz vurğuladınız ki, bir neçə maddədə dəyişiklik edilə bilər. Yəni maddələrə baxdığımızda hər bir maddə Ukrayna üçün bir fərqli itkini özündə göstərir. Bu mənada hansı maddələrdə dəyişikliklər ola bilər? Yəni bunu hansı maddələrdəki dəyişikliyi Amerika qəbul edə bilər? Xüsusilə burada Rusiyanın dövlət dili statusu olmasından gedir. Bir də Rusiya Pravoslav Kilsəsinin Ukraynada qəbul edilməsi ilə bağlıdır. Bir də 100 milyon dollar burada maliyyə məsələsi ilə bağlı bəndlərdir. Onunla bağlı müəyyən dəyişikliklər olar və bir də geniş şəkildə publikaya açıqlanmayıb. Digər bəndlər də var. Bunu görünür Volodymyr Zelenski bilir bu məsələni açıqlanmalar. Çünki Ukraynanın əleyhinə olan bəndlər burada yer alıb. Əgər burada Ukraynanın lehinə hər hansı bəndlər olsaydı, konkret olaraq Rusiya tərəfi bu planı qəbul etməyəcəkdir. Əgər Rusiya tərəfi səhvsizcə bu planı qəbul edibsə, deməli, burada Ukrayna kapitulyasiyasıdır. Vladimir Putinin planı artıq qəbul olunur. Bu planın, düşünürəm ki, noyabrın 27-sinə sonra plan qəbul olunmazsa, Avropa İttifaqı və Ukrayna birgə hərəkətə keçib Rusiya ilə döyüşməli olacaq, müharibə davam edəcək. Amma məsələn digər tərəf ondan ibarət deyil. Ədalətli sülh planı onda ibarət ola bilərdi ki, yalnız atəşkəs təmin olunsun və təmas xətti boyunca ordular qalsın və danışıqlar aparılsın. Buna əvvəl Amerika da razı idi, Avropa İttifaqı və Ukrayna prezidenti. Amma Rusiya prezidenti bunun əleyhinə getdi. Atəşkəs müqabilində 5 il Donbası niyə verilməlidir Rusiya, bu ərazi niyə verilməlidir, bu beynəlxalq hüququn pozuntusu və digər prezidentlərə
yol aça bilər. Bir güclü ölkə digər ölkənin ərazisini işğal edər və deyər ki, bununla barışmalısan. Yəni bu belə olmaz. Bu ədalətsizlikdir. Böyük siyasətdə, geosiyasətdə deyirlər ki, ədalət olmur. Axı biz 21-ci əsrdə yaşayırıq. Amerika Birləşmiş Ştatlarının da bu plan əleyhinə ola bilər. Donald Trump hesab edir ki, bununla Rusiyanın yanına alıb Rusiya mineral ehtiyatlarından istifadə edəcək, birgə müəssisələr yaradacaq və Çinə qarşı Rusiyanı qoyacaq. Amma burada da mən düşünürəm ki, müəyyən strateji səhvlər ola bilər. Məhəmməd bəy, nə kimi Amerikanın ziyanına məsələlər ola bilər? Çin məsələsinə toxundunuz. Biz artıq bir neçə gündür danışırıq bu istiqamətdə. Əlbəttə ki, Amerika Birləşmiş Ştatlarının əsas hədəfi Çindir. Özünüz də qeyd edirsiniz. Ona görə bu güzəştlər verilir hazırda Rusiyaya. Nə kimi Amerikanın özünün ziyanına proseslər ola bilər ki, əlbəttə Amerikada bunları hesablayır çox güman. Siz necə düşünürsünüz? Mən düşünürəm ki, bəli, bu plan Rusiya tərəfindən bu plan Volodimir Zelenski qəbul elətdirilərsə, bu Rusiyanın taktiki qələbəsidir. Amerika Birləşmiş Ştatları bununla bir növ Venezuela-ABŞ münaqişəsində Rusiyanı neytrallaşdıracaq. Həmçinin Çinə qarşı bir çox sanksiyaları tətbiq edəcək. Rusiya ilə Amerika bir çox sövdələşmələr gedəcək, siyasi, iqtisadi, xüsusilə iqtisadi sahədə müqavilələr bağlanacaq və nəticədə Rusiya xammalı Çinə yox, ABŞ-a gedəcək. Donald Trump'ın da əsas strateji planı bundan ibarətdir və buna görə də Avropa İttifaqında, Ukraynada Rusiyanın ehtiyatlarına görə qurban verir. Amma Amerika Birləşmiş Ştatları nəzərə almalıdır ki, bu günlər onun beynəlxalq güc olmasında Avropa dövlətlərinin rolu önəmlidir. Avropa olmasa Amerikanın beynəlxalq güc olması təbii ki, sual altında qalır. Ona görə də Volodimir Zelenski də özü bilmir sabah necə olacaq, hansı qərarlar veriləcək. Hətta sabahları Volodimir Zelenski sui-qəsd ola bilər, bunu narazı Ukrayna hərbçilərinin üzərinə də ata bilərlər. Yəni bu qədər dumanlı bir haldır və burada biz çıxış etməklə yalnız biz ehtimalları deyə bilərik. Proqnozlaşdırmaq çox çətindir. Çünki ötən gündə Volodimir Zelenski çıxışında hələ nə edəcəyini də özü bilmir. Yəni bir həftə vaxt ərzində bu Amerika ilə danışacaq, Avropa İttifaqının tərəfdaşları ilə danışacaq. Çalışacaq ki, mən düşünürəm ki, bu planın qəbul edilməsin. Çünki bu indiyə kimi aparılan müharibədə Ukraynanın faciəsidir. Sabahlar xalq Zelenskidən soruşacaq. İstanbul onda razılaşmasını qəbul edərmi 2022-ci ilin martında? Yəni nəyə var idi ki, bu 3 il ərzində bu qədər dağıntılar, bu qədər insan faciəsi, ölümlər, yəni problem bundan ibarət. Məhəmməd bəy, amma həmin dönəmdə biz bilirik ki, Avropa, xüsusən Böyük Britaniya bu danışıqları pozdu. Daha sonra bununla bağlı etiraf da gəlmişdi Böyük Britaniyadan. Yəni bütün iplər də Zelenskinin əlində deyil axı. Bunu demək olar ki, yəni bütün dünya başa düşür. Cənubi Qafqazda başa düşülürsə, Ukraynada da bu anlanır. Elə deyilmi? İndi də elə bütün iplər Zelenskinin əlində deyil. Əgər Zelenski həmin sənədə imza atsa, Avropa İttifaqı, Avropa dövlətləri tamamilə Ukrayna ilə də Zelenski ilə də əlaqələri kəsiləcəklər. Yəni məsələ bu qədərdir. Ya sənədə imza atsa, ABŞ-Ukrayna əlaqələri düzələcək, Avropanı itirəcək. Atmasa ABŞ-Ukrayna əlaqələri zədələnəcək ki, Avropa İttifaqı Ukraynaya yanında olacaq. Mən düşünürəm ki, Ukrayna üçün əsas tərəfdaş, etimad ediləsi Avropa ölkələridir. Çünki Avropa İttifaqı Avropa ilə eyni materikdədir, quru sərhədləri paylaşır. Amerika Okeanı otayla gəlincə bu Avropa İttifaqı dövlətləri Ukrayna istəyinə yardım edə bilər. Və bu gün də məhz Ukraynanın Rusiya qarşı dirənişində hər müdafiənin qurulmasında, Rusiyanın durdurulmasında Avropa ölkələrinin mühüm rolu var. Bu günləri Ukrayna özü 60% silah sənayesini qurub Avropa ilə birgə, Böyük Britaniya, Almaniya, xüsusilə Almaniya bu məsələdə Ukraynaya ciddi hərbi lojistik dəstək verir Rusiyanın durdurulmasına. Bunu Rusiya da çox yaxşı bildiyinə görə artıq Rusiyada müharibənin davam etməsinə maraqlıdır, bu planı qəbul edib. Çünki əvvəl Rusiya məqsədi tamamilə bütün Ukrayna idi. Çünki 5 gün ərzində, bir həftə ərzində Ukrayna tamamilə işğalında maraqlı idi. Orada özünə uyğun hökumət qurmalıdır. Amma Avropa İttifaqını Ukrayna dəstəkləməsi, Amerikanı dəstəkləməsi
prosesləri bu müstəviyə gətirib çıxartdı. Məhəmməd bəy, amma Zelenski özü də qeyd etdi ki, Amerikasız sülh mümkün deyil. Yəni bu işləri mütləq Trump aparmalıdır və Trump bitirəcək bu müharibəni dedi. Yəni Zelenski özü də qəbul edirsə ki, sadəcə olaraq Avropa İttifaqı yox, Amerika Birləşmiş Ştatlarına da ehtiyacı var. O zaman nə qədər deyə bilərik ki, tək Avropa İttifaqı ilə davam edə bilər? Digər tərəfdən, əgər indi məhz Amerika təhdid edirsə, Zelenskini açıq şəkildə Trumpın açıqlamasını təqdim etdik. Deyir ki, əgər cümə gününə qədər qəbul etməsəz, o zaman biz həm yardımları, həm də kəşfiyyat məlumatlarını təqdim etməyə dayandıraq. Bu həqiqətən də bundan sonraki dönəmdə Ukraynaya təsir etməyəcəkmi? Sadəcə olaraq Avropa ilə yoluna davam edə bilərmi yəni? Əlbəttə ki, bu ilk növbədə bu müharibə ilə Rusiyanın başlatdığı Ukraynaya qarşı ekstensial müharibədir və bu Qərb alyansını parçalamaq, defidrasiyaya uğratmaqdır. Buna artıq Putin demək olar ki, nail olmağa çalışır. Avropanı və Amerikanın bu məsələdə artıq fikri ayrılığını formalaşdıra bilir. ABŞ onsuz da istənilən silahları Ukraynaya göndərmir. Bu günləri Böyük Britaniyada, Almaniyada və Fransada, Polşada, İtaliyada kifayət qədər silahlar istehsal edir və bundan sonra düşünürəm ki, Avropa Ukraynaya bu müstəvidə kömək edəcək. Amma Zelenskinin Trumpla bağlı mövqeyi əlbəttə ki, obyektivdir, amma bir növ Trumpa referanslar edir. Bir növ Trumpı tərəflər, amma Trumpın da sülh planı ondan ibarətdir ki, Zelenskini təslim edir Moskvaya. Yəni, proses də bundan ibarətdir. Əgər sülhü, müharibəni belə dayandırmaq olmaz axı, Trump da müharibəni Ukraynanın əraziləri, Rusiya işğal etdiyi əraziləri verir, Rusiyaya Zelenski 100 gündən sonra hakimiyyətə gedir. Müharibənin dayanması budursa, elə müharibənin davam etməsi daha da məqbul idi. Rusiyanın resursları tükənsin, Rusiya ciddi zərbələr vurur. Məhəmməd bəy, əgər müharibə davam eləyərsə, Zelenski də elə müraciətində dedi ki, bizi çox çətin bir qış gözləyir. Yəni, həqiqətən bu qışdan çıxa biləcəkmi Ukrayna davam etsə? Mən hesab edirəm ki, təbii ki, çıxacaq. Artıq xalq orada hakimiyyətdə öyrəşib. Böyük Britaniyada, Almaniyada və digər ölkələr də Ukraynaya çox ciddi şəkildə hərbi lojistik dəstək göstərəcək. Amma çətin olacaq. Ukraynaya Amerikanın yardımının dayanması. Amma hesab edirəm ki, 10 gün ərzində müəyyən force-majeure məqamlar ola bilər. Donald Trump müəyyən bəndlərdə də düzəlişlər edilə bilər və elə bir atəşkəs, elə bir müqavilə ortaya çıxarıla bilər ki, bu Brüsselin təqdim edəcəyi sülh planıdır. Yəni, bu qəbul olunarsa, mən düşünürəm ki, müharibəni də bitirmək olar, danışıqlar masasına da əyləşmək olar. Amma bir məsələni deyim ki, həmin müqavilədə NATO-nun genişlənməməsi və bir də Rusiya Avropaya hücum etməməsi bəndi var. Bilirsiniz, çox bir absurd məqamdır. NATO bu günləri şərqə qarşı genişlənir. Rusiyanın da hər hansı bir ölkə hücum etməmək, demək olar ki, daimi belə məsələlərlə bağlı müqavilələrə Rusiya imza atır. Amma Rusiya bir neçə ildən sonra öz imzasının üstünə xətt çəkib hücum əməliyyatlarını həyata keçirib. Yəni, həmin müqavilədə bir növ Qərbin NATO-nun da əleyhinə bir bənd var. NATO niyə genişlənməməlidir? NATO Cənubi Qafqaz, Mərkəzi Asiya, uzaq şərq istiqamətinə də genişlənə bilər. Yəni, Trumpın bu sülh planı bir növ Qərb alyansını da parçalayır. Yəni, demək olar ki, bu bənd Alyaskada razılaşdırılıb, indi dövrəyə buraxılır. Çox təəssüf ki, beynəlxalq nizamda deqradasiya oluyor. Aydın. Çox sağ ol Məhəmməd bəy. Təşəkkür edirik önəmli dəyərləndirmələriniz üçün.